Paytaxtda yerləşən Gənclik Mall Ticarət Mərkəzində həyəcan siqnalı verilib. Sferas xəbər verir ki, vətəndaşlar ərazidən təxliyə olunublar. Bunun nədən qaynaqlandığı hələlik məlum deyil. Ticarət mərkəzinin təhlükəsizlik xidməti narahatçılığa heç bir əsasın olmadığını bildirsə də, vətəndaşların ticarət mərkəzindən təxliyəsi davam edir. Xəbər verdiyimiz kimi, Gənclik Mallda həyəcan siqnalı işə düşüb və insanların təxliyə edilməsi ilə bağlı məlumat yayılıb. Sferas xəbər verir ki, məsələ ilə bağlı Paşa Malls açıqlama yayıb. Bildirilib ki, Gənclik Mallda texniki səhv olub, ticarət mərkəzində yanlışlıqla həyəcan siqnalı işə düşüb. Qeyd edilib ki, hazırda insanlar təxliyə edilmirlər və heç bir problem yoxdur.